Avtomobil dünyasının canlı əfsanəsi, məşhur seriya və yarış avtomobilləri istehsalçısı Porsche tarixinə qısa bir nəzər salaq. Porsche markasının yaradıcısı, görkəmli konstruktor, çox saylı novator konstruksiyaların tətbiqçisi Dr. Ferdinand Porsche 1875-ci il sentyabr ayının 3-ü Bogemiya, yəni keçmiş Çexoslovakiyada dünyaya göz açıb. Gənc yaşlarından avtomobil sənayesinə marağı olan Porsche artıq 24 yaşında bu sahədə işə başlayır. 1906-cı ildə Porsche Daimlerin əməkdaşı, sonra isə onun rəhbəri olur. Daha sonra Ferdinand ailəsi ilə Almaniyaya, Stuttgart şəhərinə köçür. Adolf Hitlerin rəhbərlik etdiyi Almaniya, Amerikan Fordu kimi xalq avtomobillərinə ehtiyac duyur. Führer xalq avtomobili Volkswagen-in hazırlanmasını 1934-cü ildə məhz Porsche-yə həvalə edir. Bunun üçün zavod tikintisinə start verilir. 1936-cı ildən etibarən intensiv olaraq prototip avtomobillər hazırlanır və test olunurdu. Bu dövrdə avtoidmana da xüsusi diqqət ayrılır. Yarışlar üçün avtobanlar hazırlanır. Porsche-nin yarışlarda xüsusən Mercedeslərə cavab olaraq hazırladığı 4 avtoistehsalçının birləşməsindən yaranan indiki Audilərin sələfi avtoyunionları avtoidmanda xüsusilə xatırlamaq lazımdır. İkinci Dünya müharibəsi zamanı Porsche həmçinin hərbi texnikanın layihələndirilməsi və hazırlanması ilə də məşğul olur. O zaman avtomobil istehsal edən bir çox zavodlar da bu istiqamətdə yönlənir. Müharibə dövründə Porsche-nin layihələndirdiyi hərbi texnika sırasında Pələng adlı tanklar da var idi. Müharibədən sonra Porsche bir müddət Fransa həbsxanasına düşür. Hətta burada da o, Fransa avtosənayesini təkmilləşdirməklə məşğul olur. Azadlığa çıxdıqdan sonra Ferdinand Porsche seriyalı Porsche avtomobillərinin prototipini hazırlayır. Atasının başladığı işi oğlu Ferri də uğurla davam etdirir və onun layihələrində yaxından iştirak edir. Oğul Porsche lap kiçik yaşlarından texnika və avtomobillərə xüsusi marağı ilə seçilirdi. 1948-ci ildə Ferdinand markanın ilk seriyalı avtomobili Porsche 356-nı hazırlayır. Bu avtomobilin əksər komponentləri Volkswagen Beetle'dən mənimsənilmişdi. 1,1 litrlik mühərrikli avtomobil 35 at gücünə malik idi. Tezliklə şirkət öz məhsullarının satış şəbəkəsini genişləndirir. 1951-ci ildə ata Porsche Ferdinand dünyasını dəyişir, lakin şirkət işini həminki templə davam etdirir. Belə ki, təkcə 1948-1963-cü illərdə 80 min Porsche 356 satılır. 1959-cu ildə Frankfurtda Porsche 356B təqdim olunur. Model sırasının flaqmanı 356 Carrera 2 olur. Ümumiyyətlə 356 modeli 18 illik konveyer həyatı yaşayır. Ferri Porsche-nin hazırladığı superpopulyar model Porsche 911 olur. Avtomobilin seriyalı istehsalına 1963-cü ildə start verilir. 1966-cı ildə Porsche 100 mininci avtomobilin istehsalını bayram edir. Yubiley avtomobil Almaniya polisinə verilən 912 kuzov indeksli avtomobil idi. 1972-ci ildə Volkswagen Porsche birliyində Porsche ağı yaradılır. 1974-cü ildə Porsche 911 Turbo adlı yeni əfsanə yaranır. 3 ildən sonra ön mühərrik komponentli Porsche 928 hazırlanır. V8 mühərrikli bu avtomobil Avropada ilin avtomobilinin adını alan ilk və hələ ki yeganə sportkar olur. Bu gündən müxtəlif kuzovlarda şanlı həyat yaşayan 911 modelinin təkmilləşən və müxtəlif konstruksiyalı modifikasiyaları yaradılır. 1992-ci ildə Porsche Carrera modeli təqdim olunur. 1 milyonuncu Porsche olan 911 Carrera yenə də polis avtomobili simasında hazırlanır. Porsche şirkəti 1995-ci ildə yığılan şüşə tavanlı məşhur Porsche 911 Targa modelini təqdim edir. Növbəti il daha bir yenilik Porsche Boxster təqdim olunur. 1999-cu ildə böyük təntənə ilə qarşılanan Porsche GT3 hazırlanır. Yalnız qalib gəlmək üçün hazırlanan bu avtomobil bir çox ralli yarışlarında istifadə olunur. Hər növbəti il Porsche tarixində daha böyük uğur və güclü avtomobillərlə yadda qalırdı. Belə ki, Porsche Turbo və Porsche Carrera GT modelləri təqdim olunur. Porsche-nin dünya avtoidmanında özünə məxsus yeri var. Porsche avtomobilləri ən məşhur yarışlarda, o cümlədən 24 saatlıq Le Mans, Paris-Dakar rallisində çox saylı qələbələr qazanıb. 20-ci əsrin sonlarından etibarən Porsche-nin 911 GT2 kimi daha ekstremal modelləri hazırlanmağa başlandı. 1997-ci ildə Porsche tarixində vacib bir hadisə baş verdi. Həmin il 911 ilk dəfə olaraq mühərrikin maye soyutma sistemi ilə təchiz olundu. 2000-ci ildə 911 seriyasının flaqmanı Turbo, 2004-cü ildə
və heybət Carrera GT təqdim edildi. 2002-ci ildə markanın ilk crossoveri Cayenne'in debütü ilə Porsche yeni segmentdə güclü rəqibə çevrildi. Daha sonra orta mühərrik kampanovkalı Cayman və sair buraxıldı. Yenilik və sürprizlər silsiləsi isə bu gün də davam edir. Çünki Porsche dünya avtomobil tarixində özünə məxsus yeri olan və zaman-zaman öz dəyişməz prinsiplərini bu gün də diktə edən, elegantlıq və prestij rəmzi sayılan əsl Alman brendidir.